Selamun aleyküm. Şiirlərime bakın. Güneşe çıkmışam, pencere kenarına bak. Biraz görüp güneşi oraya bak. Hele bir dedesini görüp oraya bak. Bir akım varmış. Özünü olduğun kimi sev. Burun akımıymış o. Dedim mən də qoşulum. Qızlarım üçün, oğlanlarım üçün, bebelerim üçün. Benim burnum 18 yaşımda falan idim. Bir dava olmuştu neyse. Ben ayırmağa girmiştim. Beni kəllə atmışdılar. Mənim burnum buradan kırılmıştı. Buradan sümüğü çıkmıştı. Hələ də əlimi vuranda bu belə sümük var burada. 24'te artık gördüm ki əməlli başlı burnum belə var, belə. Dedim ki mən qabağa baxıram, burnum yana baxır. Mən gərək bu tarafa baxım ki burnum camaata baxsın. Artık gördüm həqiqətən güzgüdə məni orada əsəbləşdirirdi. Bildiyiniz gözlə görülür şəkildə burun belə gedib. Yatmağa da, uyumağa da təsir ediyor. Doktor baxdı falan dedi ki eğer əslində gec gətiribsiz, 18 yaşında gərək gətirsəydiniz çünkü bunun sümükləri artıq bitişib. Sümüklər. Mənim anam hələ dedi ki, o qədər pul verdim, sənin burnuma kronosburun eləmədi, cıqqılıyın deyirlər. Doktor dedi ki, Nərgiz xanımın burnuna öz burnu yaxşıdır. Mən burnumun burasını sevirəm. Burnu yaxşıdır. Onu balaca eləməyə dəyməz. Sadəcə biz qırığı düzəldək. Gənclərimizə edirəm. Olur da Allah korusun burnunuzda qırıq falan varsa, gözün pəncərəni örtün. Bu zamanı gözləməyin, gedin əməliyyat elətdirin. Mənim kimi eləməyin. Çünki niyə? Zaman geçtikçe sümük bitişir axı, özü o downu əməliyyat elətdirmək biraz çətin olur. Bir dənə üzümdə odur, yəni əməliyyat. O da dediyim gibi estetik olmadığı için ona da estetik deyilmir. Aklıma gəlirdim, fırlandım. Bu da lazım bir bilgiydi. Burnum əyridir. Üzüm çillidir. Dodağımı desəniz çilli belə deyil. Kirpik yoxdur, uşaqdan elədir, az. Hərdən lifting gəlirəm, biraz yuxarı qalır. Qaşım seyrəkdə əslində permanent elətdirmişəm. Kirpiklərim sarıya çalır əslində və yarısı elə ki o qədər sarıdır ki uzaqdan qaşım yoxmuş gibi görünür. Başqa nəyim var? Amma mən özümü olduğum kimi sevirəm. Şükür edirəm. Neyse fırlandı söhbət. Belə. Öpürəm. Özünüz olduğu kimi qəbul edin. Dersten çıktım. Şimdi birazdan yine derse geçeceğim. Sonra 28'de dersim var. Oraya gideceğim. Bankada işim var. Oraya gideceğim. Özünüze değer verin. Belə olmam mənim özəlliyimdir. Mən fərqliyəm deməkdir. Yani herkesle eyni olmaq məcburiyyətində deyiləm. Yenə deyirəm, estetik eləyənlərə qarşı deyiləm. Eləsi var ki, elə yaraşır ki, ürəyin gedir də izləyən bir önünə qəşəndir. O ayrı. Amma mən də beləyəm, özümü belə qəbul eləmişəmsə, ətrafım da belə qəbul eləməlidir. Sizi də elə. İnsanların sizi manipulə etməsinə icazə verin. Olduğunuz kimi gözəlsiniz. Severəm sizi. Bye bye, goodbye.